108 yaşlı Azərbaycan ordusu. Milli Silahlı Qüvvələrin formalaşması prosesi hələ ötən əsrin əvvəllərindən 1918-ci ildən başlayıb. Öz müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə həmin il iyunun 26-sında ilk nizami hərbi hissə Əlahiddə Azərbaycan Korpusu yaradılıb. Bu, Milli Silahlı Qüvvələrin yaradılması istiqamətində mühüm addım oldu. 1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ordu quruculuğu istiqamətində vacib işlər görüldü. 1994-cü il mayın 12-sində Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra milli ordumuzun formalaşması daha da sürətləndi. Müstəqil devlətin gərək güclü ordusu olsun. Bəli, güclü ordu devlətin müstəqilliyinin təminatçısıdır, qarantıdır. Ulu Öndərin 22 may 1998-ci il tarixli fərmanına əsasən 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Umudvaram ki, biz ordumuzu gücləndirərək, ordumuzun döyüş qabiliyyətini yüksəldərək, müasir silahlardan istifadə olunma keyfiyyətini artıraraq biz devlətimizi yüksəldəcəyik və ən əsas Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması gününü yaxınlaşdıracaq, Azərbaycanın ərazi bütövlüyünün suverenliyini mütləq təmin edəcəyik. Ulu Öndərin açdığı uğurlu yolla Cənab Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev milli ordumuzu ən yüksək zirvəyə, zəfərə ucaltdı. Bu günü bizə bəxş edən müzəffər silahlı qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli torpaqlarımızdan qovmuşdur. Bu böyük tarixi hadisədir. Bizim qədər 21-ci əsrdə heç bir ordu peşəkarlıq, fədakarlıq göstərməmişdir. Ondan sonra da ordu quruculuğu məsələləri bizim üçün prioritet məsələlərdən biri olacaq. Vətən müharibəsindən 3 il sonra, noyabrın 8-də tarixi torpağımız Xankəndidə keçirilən parad isə qələbəmizin möhtəşəm rəmzinə çevrildi. Bugün Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Ən müasir silahlarla havada, suda, dağ şəraitində vuruşa bilən ordumuz nəinki NATO, hətta dünya standartlarına tam cavab verir. Biz bunu 44 günlük vətən müharibəsində də gördük. 44 gün ərzində Azərbaycan parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi. İşğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan ordusu irəli gedirdi. Hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əskəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, tarixi ədalət zəfər çalsın və buna nail olduq. Azərbaycan ordusu sübut etdi ki, həm də milli suverenliyin və regional sabitliyin təminatçısıdır. Azərbaycan Silahlı Qüvvələri bugün necə güclüdürsə, gələcəkdə də məhz belə olacaq. Çünki Azərbaycanda dövlət, xalq, ordu birliyi sarsılmazdır. Gününüz mübarək, qalib ordunun qəhrəmanları. Eşq olsun Azərbaycan Silahlı Qüvvələrinə. Qarabağ Azərbaycandır.